gəlir, açıq etiraf edək ki, Elbay müəllim, Bakı da bu qədər əhali üçün şəhər deyil. Sən bu gün Bakıda 5 milyona yaxın əhali yaşayır. Hər halda bunu Bakı şəhərinin icra hakimiyyətinin başçısı bu cür ifadə eləyib. Xatırlayırsınız, İran prezidenti Azərbaycana səfər eləyəndə soruşdu ki, nə qədər əhali yaşayır? 5 milyon dedi, hörmətli Eldar Əzizov. Mən onun yalançıyam, yəni mən bilmirəm Bakıda nə qədər əhali yaşayır. Hər halda Bakı şəhər icra hakimiyyətinin başçısı belə deyib. Əgər 3 milyon, 5 milyon civarında əhali yaşayırsa, şübhəsiz ki, bunun 30%'ində avtomobili var. Bakının avtomobil yolları da dardır. Avtomobil yolları da Bakıdakı nəqliyyat vasitələrinə uyğun deyil. Ona görə də sıxlığı yaradan səbəblərdən biri də mən hesab edirəm ki, Bakının infrastruktur ilə bağlıdır. Biz Bakıda necə bir müasir infrastruktur yarada bilərik ki, bu sıxlığı aradan qaldıraq? Yoxsa ən yaxşı vasitə, ən gözəl çarə əhalini gəldiyi yerə geri qaytarmaqdır? Gəlin birincisi etiraf edək ki, Bakı qədim şəhərdir. Evet. Bakının 2000 ilə yaxın tarixi var. Və Bakının mərkəzi hissəsi, tarixi hissəsi, əlbəttə dar küçələrdən ibarətdir. Bu gün o küçələri eyniləşdirmək imkanı yoxdur. Ona baxmayaraq ki, bəzi məhəllələrdə yenidən qurma işləri aparılır, yararsız binalar sökülür, amma küçələrin eni bununla artmır. Çünki qalan binalar, tarixi əhəmiyyət kəsb edən binalar öz yerində durur və onları sürüşdürüb küçəni eyniləşdirmək mümkün deyil. Yəni, texniki cəhətdən mümkündür. Füzuli küçəsində bir binanı bir neçə il bundan qabaq sürüşdürdülər, arxaya küçə eyniləşdi. Amma əsas əhali də orada yaşamır axı. Əsas əhali yeni mikrorayonlarda, yaşayış rayonlarında yaşayır. Güləşlidə, Əhmədlidə, Yeni Yasamalda, bəli, şəhər ətrafı deməli rayonlarda yaşayır. Orada infrastrukturu o səviyyəyə qaldırmaq lazımdır ki, onların oradan gəlib Mirzəağa Əliyev küçəsinə girməsinə ehtiyac qalmasın. Bax, yol budur. Və əlbəttə ki, əhalinin sayı, bəli, Bakıda tarixən, mənim elə nə qədər yadımda qalıbsa, 1 milyon, 2 milyona yaxın əhali olurdu. Yəni, bu artıq Bakını SSR-in məkanında böyük bir şəhər kimi tanınılmışdı. Amma bugün 3 milyondan artıqdır, həqiqətən elədir. Bunun obyektiv səbəblərini bayaq vurğuladıq. Bizim çoxlu qaçqınlarımız var. Hansılar ki, hələlik Bakıda yaşayırlar. Amma mütəmadi olaraq o şəhərlər tikilir, qəsəbələr tikilir, yaxşı şəraitdə. Təkcə məcburi köçkünlər deyil ki, Elbay müəllim. Azərbaycanın müxtəlif rayonlarından köçüb gəlib Bakıda onlar da var. Bəli, biz onların da öz yurt yuvalarına geri dönməsinə şərait yaratmalıyıq. Tam haqlısınız. Biz elə öyrəşmişik demək ki, Qarabağdan gəldilər belə filan. Elə deyil. Azərbaycanın başqa bölgələrindən də şəhərə köçmək meylində olan insanlar çoxdur və köçürlər də. Çünki orada da o şərait o səviyyədə deyil ki, onlar orada rahat həyatlarını sürsünlər. Ona görə bu gün dövlət başçısı təkcə Qarabağa, Şərqi Zəngəzura yox, ölkənin hər bir bölgəsinə böyük diqqətlə yaraşır. Hər yerdə, baxın görün, son bir neçə il müddətində müasir tibb məntəqələri tikildi, diagnostika mərkəzləri, olimpiya mərkəzləri tikildi, idmanın inkişafı üçün. Məktəblər, bağçalar, Heydər Əliyev fondu nə qədər rayonlarda məktəblər tikir, xəstəxanalar tikir. Bunlar hamısı olduqca, əlbəttə ki, bu şəhərin yükü bundan azalacaq, yüngülləşəcək.